Cənub bölgəsində gitaraçı Vüqar Əzizovu toyların yaraşığı kimi tanıyırlar. Çünki onun ifalarından doymaq olmur. Burunlarına birazca şöhrət havası dəyən bəzi musiqiçilərdən fərqli olaraq, Vüqar həmişəlik öz doğulduğu Yedioymaq kəndində yaşamağa qərar verib. Daha durub tez tələsik Bakıya qaçmayıb. Bəlkə də Vüqar ilə tək doğma kəndi Yedioymağın gözəl adına görə bu qərarı verib. Onun ifalarına ən çox şirinlik gətirən də yəqin elə bu məqamdır.